Birliklərinə gələndə, əziz müəllimlər, həmişə Azərbaycanın şimalın və cənubunda ayrı-ayrı tayfalar verirdilər, amma indi şimalında olan tayfalar birmənalı surətdə yığışdırılıb. Yəni, nə artıq nağd tayfaları var, nə də gərgər tayfaları var. Yalnız və yalnız cənubdan danışılır, cənubda olan tayfalardan danışılır. Dediyim kimi, dövlət qurumları əvvəl verirdilər, indi isə Aratdanı dövlət ediblər. Aratda dövlət qurumunu. Mənim biraz, belə deyim, xəritə çəkmə bacarım çox aşağı səviyyədədir. Həmişə abituriyentlərim də deyirlər, müəllim, bu nə idi çəkdiniz? Həmişə dairə ilə əvəz edirəm. Şimali Azərbaycan baxımından baxsaq, bizdə heç nə verilməyib. Cənubi Azərbaycan baxımından baxsaqsa, bizə bəzi tayfaların adını verir. Və nəzərə alsaq ki, Mesopotamiyada Azərbaycanın cənub-qərbindədir. Coğrafi dilindən desək 225 dərəcə azimut bucağındadır. Və təbii ki, hər dəfə deyirik ki, niyə Azərbaycanın cənubunda erkən dövlət qurumları yarandı? Çünki Mesopotamiya ilə daha yaxın idi. Yəni bunu bilirik. Aratdanı bizə artıq dövlət qurumu kimi verməyib. Aratdanı bizə ilk dövlət kimi verib və belə desək, Urmiya gölünün cənub-şərqində və yaxud cənubunda verib. Həqiqətən biabırçılıqdır. Aratda dövlətini demək, nə bilim, mənasız bir şeydir. Təbii ki, Aratda haqqında çox geniş məlumatlar verilib, əziz müəllimlər. Yəni, dəyişilib əməlli başlı. Dövlət qurumları olan hissə demək olar ki, tamamilə dəyişilib. Məsələn, orada biz bilirik ki, Aratda haqqında məlumatlara mixi yazılarda rast gəlinib, Şumer mixi yazılarında rast gəlinib. Şumerlər də Mesopotamiyada yaşayırlar. Biz bunu yaxşı bilirik. Və təbii ki, o dövrdə Azərbaycanda yaranan dövlətlər istər-istər Mesopotamiya ilə əlaqədə olanda bir-birlərindən, belə deyim, gediş-gəliş, düşmənçiliyi və dostluğu olubdur. Köhnə kitablarda belə bir ad eşidərdik. Enmerkar və Aratda hökmdarı dastanı. Belə eşidərdik bunu və üstündən gedərdik ki, hə, Enmerkar kimdir, Aratda nədir, o qədər ciddisinə varmardıq. İndi biz bilirik ki, çoxlu Şumer şəhər dövlətləri olub. Ur, Uruk, Kiş, Eridu və s. belə axır. Aratda dərsində ən çox qabardılan Şumer şəhər dövləti Uruk şəhər dövlətidir. Və həmin bu Enmerkar da Uruk şəhər dövlətinin hökmdarıdır. Deyir ki, gah Arat da Uruka hücum edərdi, gah da Uruk Aratdaya hücum edərdi. Dəfələrlə Uruk hökmdarı da Aratdaya müraciət etsə ki, mənə təslim ol, amma olmamışdı. Sonra dalınca yazır. İndi bunlar gördüyümüz kimi düşmən oldular. Dalınca isə bunların dostluq münasibətlərindən yazır. Belə ki, yazır ki, qonşu tayfalar günlərin bir günü Uruk şəhərini mühasirəyə alanda Aratda hökmdarları Enmerkarın köməyinə getmişdilər. Çünki Enmerkar Aratdadan kömək istəmişdi. Yerdə qalan o lacivərd daşıdır, bir-birlərinə tikili daşları gedib, gəlib. Bunlar həmişə olduğu kimi qalıbdır. Deməli, sadəcə nəyə fikir vermək lazımdır? Aratda dövlət qurumu 3-cü minilliyin birinci yarısında yaranıb. 3-cü minilliyi bir daha illərlə yazıram. 3000, 2001. Təbii ki, bunu əsrə çevirsək, 30, 21-ci əsrlər. Yazımı bəzi müəllimlər illərdə qarışdırırlar. Yarıya bölsək 3000, 2501, bax bu birinci yarısıdır, parçadır, ehtiyatlı olaq. 2500, 2001 isə bunun birinci yarısıdır. Məsələn, bunu da gəlin əsrə çevirək. Bu 30, 26-cı əsrdir. 26-cı əsr. Bu isə 25, 21-ci əsrdir. Doğrudan nəyi sübut elədik? 3-cü minillik 30, 21. Yəni 3-cü minillik 30, 21. Bax belə. Aratda da 3-cü minilliyin birinci yarısı yaranmışdı. Deməli, Aratda haqqında qısa yekun vursaq, Aratda Şumer şəhər dövlətlərindən əlaqədə olub. Ən çox əlaqədə olduğu Uruk şəhər dövlətidir. Bir-birlərinə hücum ediblər, bir-birlərinə kömək ediblər, aralarında mədəni əlaqələr olub. Başqa elə mən ciddi bir şey burada görmədim. Bundan başqa Aratdanın idarəçilik sistemində də bir bağlı.